nəfər olur, gedir, düşür cəhənnəmə. Cəhənnəmdə bunu indi otaq belə aparanda görür ki, 3-4 dənə qazan var, qazan. Amerikanlıların qazanı, nə bilim, fransızların qazanı, nə bilim, ermənilərin qazanı. 5-6 dənə belə qazanlar var. Hamısının da başında nizə ilə adamlar qalıb da, şeytanlar qalıb. Onlara sual verir ki, cinlərə sual verir ki, bu şeydə, deyir, bunların başında deyir, niyə nizə ilə qalıblar, o birində bıçaqla qalıblar, o birində, nə bilim, zəncirlə qalıblar. Deyir, bu Amerikanlılardır, bir-birinə dəstək olurlar, çıxırlar qazandan. O biri də deyir, onun başından nizə ilə vurur, qoymur çıxmağa. Deyir, o birində ermənilərdir. Bir-birinin ayağından belə tuturlar, atırlar ki, qazandan bir-bir çıxa bilsinlər. Orada bıçaqla qablar ki, barmaqlarını kəssinlər, qazanın dibindən tuta bilməsinlər. Belə-belə bir-bir ölkələrdir, ən axırıncı qazana gələndə görür ki, heç kəs qalmayıb orada, qazanın başında. Deyir, niyə burada adam yoxdur bəs? Deyir, yox var, orada deyir, Azərbaycanlılardır. Onsuz da deyir, bir nəfər yuxarı qalxanda, o biri onun ayağından tutub çəkəcək aşağı. Orada deyir, adam qoymağa ehtiyac yoxdur, onları nəsə eləsin. Onsuz da qoymayacaqlar qalxsın. Yəni, bu o deməkdir ki, siz düzəlməyəcəksiniz. Heç vaxt düzəlməyəcəksiniz. Yaltaqlığı sevən, sabunluğu sevən, tanımadığınızda belə eləyən. Başa düşdün? Öz millətinin ayağına balta vurub, Türk görəndə abi, 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 abi. Hər yerdə onun bayrağını astıyam. Sevirəm sizi.